Salam, bir daha xoş gördük. Əziz, dəyərli, hörmətli izləyicilərimiz. Bugün də mən ümumilə lider, Ulu Öndər Heydər Əliyev TV kanalının təsisçisi Vəlizadə Əli Qayımoğlu yenə də sizin qarşınızda. Bugün də hər zamanki kimi yolumuzu çaldıq Ağdam Şəhidlər Xiyabanına. Bugün 10-cu ay 2025-ci ildə Ağdamın şəhidlərini ziyarət etməyi, Ağdamın igid qəhrəman oğlanları haqqında danışmağı özümə borc bildim. Şəhidlərimiz haqqında nə qədər danışsaq da buna vaxt çatmaz. Çünki şəhid bir zirvədir, bir məktəbdir. Oxuduqca doymayan bir kitab, gül qoxuyan, əvəz olmayan bir ətirdir. Yüce Allah'ın 99 gözəl bir ismindən biri Əl şəhiddir. Cənnətə gözəllik qatan cənnət mələyidir. Şəhid tək ata-ananın, bacının, evlatlarının şəhidi deyil. Şəhid hər bir Azərbaycanlının əzizi, doğması, evladı, qardaşıdır. Şəhidlərimizi gecə-gündüz nə qədər ziyarət etsək də, onların bir damla axan qanını belə borcunu ödəyə bilmədik. Şəhidlərimiz cismən bizlərdən ayrılsa da, ruhları daim bütöv Azərbaycan xalqının neçə əsrlər keçsə də, gələcək nəsillərin belə ürəyində, qəlbində yaşayacaq. O zaman 1-ci Qarabağ müharibəsində tökülən qanlar, göz yaşları, Xocalı şəhid olan analarımız, bacılarımız, günahsız körpələrimiz qanı yerdə qalmadı. 20-ci əsrin ən böyük faciəsi Xocalı soyqırımı, körpələr, qocalar amansızcasına qətlə yetirildi. Amma düşmən bilmədi ki, 1-ci Qarabağ müharibəsi şəhidlərimizin bir zaman gələcək, illər sonra qisası alınacaq. Torpaqlarımız geri qayıdacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşən qardaşlarımız, şəhidlərimiz, onların da qanı yerdə qalmadı. Şəhidlərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Qürurumuz qaytarıldı. Bayrağımız yenidən Qarabağ torpaqlarında dalğalandı. Çünki 1993-cü ilin oktyabrın 3-də keçirilən səsvermədə ümumilə lider Ulu Öndər Heydər Əliyev kimi sərkərdəmiz, başçımız, prezidentimiz Azərbaycana gəldi. Heydər Əliyevin gəlişi ilə günəşli Azərbaycanımız yavaş-yavaş öz yerini tutdu, inkişaf etdi. İgid qəhrəmanlarımız yetişdirildi. Allah ümumilə lider Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. Ruhu qarşısında baş əyirəm. Allah ümumilə lider Ulu Öndər Heydər Əliyevin davamçısı, əvəz olunmaz Ali Baş Komandan, dəyərli cənab prezidentimiz İlham Əliyevi qorusun. Başımızın üzərindən eksik etməsin. Cənab İlham Əliyevin dəmir yumruğu siyasəti sayəsində şəhidlərimizin qan bahasına, qazilərimizin sağlam canlarının itirməsinin sayəsində, veteran, vətən keşiyində gecə-gündüz soyuqda, qarda xidmət edən ordumuzun sayəsində 30 il həsrətin çəkdiyimiz torpaqlarımıza qovuşduq. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Allah şəhidlərimizin ruhlarının bizlərə xeyir duacı olmağın bərqərar eyləsin. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Ruhları qarşısında baş əyirəm.